Salam, artıq aprel ayıdır. Yavaş-yavaş badımcan dolmasının mövsümünə yaxınlaşırıq. Əgər mənim bişirdiyim qaydada hazırlasanız, inanın ki, bu dolmanın dadından doymayasınız. Əvvəlcə bir parça quzu quyruğunu doğrayıb tavada qızardıram. Sonra cızbızları götürüb onun yerinə ətimi qoyuram. Üzərindən soğan, duz, istiyot, suyu çəkilənə qədər, yaxşıca yağa düşənə qədər qızardıram. Sonra bir dəstə reyhanı doğrayıb üzərinə tökürəm. İndi isə keçirəm tərəvəzlərin hazırlanmasına. Əvvəlcə mütləq badımcanı sıxa-sıxa əlimin altında ovuşdururam. Əgər badımcanınız tumludursa, mütləq bu qaydada yuyub tumlarını təmizləmək lazımdır. Əks halda badımcan dolmanıza acılıq verəcək. Pomidorun isə qapaq hissəsini alt tərəfdən yox, üst tərəfdən kəsmək lazımdır. Çünki belə daha səliqəli görünür. Biberi də tumla təmizləyirəm. Tavaya kərə yağı atıb badımcanlarımızı qızartma prosesinə keçirəm. O üz, bu üz yaxşıca qızardırım. Badımcanların soymasını gözləyənə qədər pomidorla bibərimizin içərisini ətlə doldururuq. Badımcanları da doldurduqdan sonra bişirəcəyimiz tavaya yığırıq. Ən aşağıda badımcanı düzürəm, boşluqlarda biberi yığıram. Badımcanın üzərindən isə pomidorlar düzürəm və pomidordan çıxan suyunu isə üzərinə əlavə edirəm. Mən heç vaxt tərəvəzləri ayrı-ayrılıqda duzlamıram, çünki o çox böyük bir vaxt itkisi olur. Ən sonda duzunu əlavə edib qapağını qoyuram. Yağa düşənə qədər də bişiririk və dolmamız hazırdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.